Hər kəs salam dostlar. YouTube kanalıma xoş gəlmisiniz. Mən Xəyal. Bu gün sizlərlə sıfırdan texniki analiz seriyamızın bir növbəti indikatoru olan stokastik RSI barədə danışacağıq. Stokastik RSI da bir növ RSI-ya oxşuyur, amma biraz MACD qarşılığı da var deyə bilərik. Stokastik RSI nədir? Gördüyünüz kimi burada aşağıda biraz da MACD qarşılığı var deyə bilərik. Göy rəng, narıncı rəngi kəsdiyi, yuxarı kəsdiyi anda long siqnaldır, aşağı doğru kəsdiyi anda short siqnaldır. Və gördüyünüz kimi burada da RSI kimi 80 və 20 səviyyələri var. RSI-da 70 və 30 idi. Burada 80 və 20 səviyyələrdir. Yəni biz bu hissələrdə long axtarmalıyıq, bu hissələrdə isə short axtarmalıyıq. Bildiyiniz kimi hər videoda deyirəm, hər indikator videosunda deyirəm, amma yenə də təkrarlamaq istəyirəm ki, indikatorlar sizə konkret long və ya short verməyəcək. Hər zaman birinci biz qiymətə baxmalıyıq, qiymətdən təsdiq gəlməlidir. Normal dəstəyimizi, müqavimətimizi, texniki analizimizi edirik, ondan sonra indikatordan kömək istəyirik. Çünki indikatorlarda yanılma payı olur həqiqətən və çox olur. Bu səbəbdən də qiyməti əsas götürmək bizim üçün önəmlidir. Gördüyünüz kimi, misal üçün burada mavi rəng, narıncı rəngi yuxarı doğru kəsib, long siqnalı başlayıb, burada aşağı doğru kəsib, short siqnal başlayıb, burada yuxarı doğru kəsib, long siqnal başlayıb. Gəlin bunları bir də biz texniki analiz edərək baxaq. Misal üçün, mən görürəm ki, burada bir təpə var. Mənim müqavimət zonamdır və həqiqətən də bu müqavimət zonasından qiymət aşağı doğru düşüb, çünki indikator da orada sat verib. Və yaxud da mən texniki analiz edərkən görürəm ki, bura mənim üçün bir dəstək zonasıdır həqiqətən və indikator da bu hissədən mənə longları verib. Yəni, qiymətin müqavimətdə və dəstəkdə olmasından çox şey asılıdır. O hissələrdə biz longa və yaxud da shorta dönə bilərik. Çünki hər zaman təsdiq birinci qiymətdən gəlməlidir. Yəni, misal üçün, burada bir diaqonal var, diaqonal qırılımı var. Həmin yerdə də indikator deyib ki, bəs long siqnalı var. Yəni, sən ala bilərsən. Bir növ RSI kimidir. Yəni, burada çox böyük satışla qarşılaşıb və satış artıq bitmək üzrədir. Burada da çox böyük alışla qarşılaşıb, artıq alış bitmək üzrədir. Amma burada RSI-də olduğu kimi hansısa bir diaqonaldan və yaxud da dəstək və müqavimətdən söhbət gedə bilməz. Yəni, RSI-ın, stokastikin özündən danışıram. Biz indi RSI-da hər hansısa bir belə göstərim, sizə daha rahat olsun. Biz RSI-da müəyyən zamanlarda hansısa bir müqavimət, dəstək, diaqonal və s. çəkə bilirdik. Yəni, burada bu hissədə artıq qiymət qırılıb. Gördüyünüz kimi, RSI-da qiymətdəki kimi bir diaqonal yaranıb. RSI diaqonal qırandan sonra artıq qiymət də daha sonra diaqonalı qırıb və yüksəlməyə başlayıb. Yəni, RSI-da biz çiyin baş çiyin də axtara bilərik, ikili təpə ikili dib də axtara bilərik, uyğunsuzluqlardan başqa. Yəni, qiymət kimi davranmaq olur RSI-da. Amma stokastik RSI-da isə sadəcə al və sat nöqtələri aşağıdan yuxarı doğru kəsdi, al, yuxarıdan aşağı doğru kəsdi, sat kimi istifadə edirik. Bu da mənim ikinci dərəcəli bir indikator saydığım bir üsuldur. Yəni, yaxşı işləyir, istifadə eləmək olar, mümkündür. Zaten istifadə olunan indikatorları mən çalışıram sizlərlə paylaşım. Ümid edirəm video sizin xoşunuza gəldi. Videomu bəyənirsə bəyənməyi, abunə olmağı, dostlarınızla paylaşmağı unutmayın. Telegram kanalımıza qoşulmağı da unutmayın. Orada hər gün vaxtaşırı analizlər paylaşılır. Daha sonra isə artıq ümumi premium abunə oldun, belə deyək də, kanalımıza qoşula bilərsiniz. Orada da hər gün siqnallar gəlir. Ümid edirəm video xoşunuza gəldi. Sağ olun, salamat qalın. Gələn videoda görüşmək üzrə.